Nizamlanmayan piyada keçidini keçərkən təhlükəsizlik tədbirləri. Avtobusdan düşən sərnişin yaxınlıqdakı piyada keçidinə qədər gedərək nizamlanmayan piyada keçidini keçməyə başlayır. O, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətini ayıran xəttə çatarkən yaxınlaşan avtobusun dayanaraq ona yol verdiyini gördükdə hərəkətini davam etdirir. Dayanmış avtobusun yanından keçən minik avtomobilinin sürücüsü avtobusun qabağından qəflətən onun qarşısına çıxan piyadanı görmədiyindən qəza baş verir. Yol hərəkəti haqqında qanunun tələbinə görə piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onun üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. Əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi